Qoç. Bugün enerjiniz yüksek olsa da emosiyalarınızı idarə etmək vacib olacaq. Səhər saatlarında gözlənilməz xəbərlər ala bilərsiniz. İş həyatında yeni məsuliyyətlər gündəmə gələ bilər. Tələsmədən qərar vermək sizin xeyrinizədir. Maddi məsələlərdə risk etməmək tövsiyə olunur. Kiçik xərclər yığılıb böyük problem yarada bilər. Sevgi həyatınızda isə açıq sözlü olmaq vacibdir. Partnyorunuz sizdən diqqət gözləyir. Subay qoçlar üçün yeni tanışlıq ehtimalı yüksəkdir. Ancaq ilk təəssürata aldanmayın. Ailə içində köhnə bir mövzu yenidən açıla bilər. Sakit qalmaq mübahisələrin qarşısını alacaq. Sağlamlıq baxımından baş ağrılarına diqqət edin. Su içməyi unutmayın. Axşam saatları istirahət üçün əlverişlidir. Özünüzə vaxt ayırmaq ruhunuzu rahatladacaq. Günün sonunda daxili rahatlıq tapacaqsınız. Buğa. 18 yanvar buğalar üçün düşünmək və plan qurmaq günüdür. Səbriniz bugün sizi yarı yolda qoymayacaq. İş yerində diqqət mərkəzində ola bilərsiniz. Rəhbərlik tərəfindən dəyərləndirilmə ehtimalı var, maddi baxımdan sabitlik qorunur. Köhnə borclarla bağlı xoş xəbər ala bilərsiniz. Sevgi həyatınızda romantik anlar yaşana bilər. Partnyorunuzla səmimi söhbətlər münasibətləri möhkəmləndirəcək. Subay buğalar keçmişdən gələn bir insanla qarşılaşa bilər. Bu görüş sizdə qarışıq hisslər yaradacaq. Ailə içində dəstək görəcəksiniz. Evdə edilən kiçik dəyişikliklər əhvalınızı qaldıracaq. Sağlamlıq baxımından mədə və boğaz problemlərinə diqqət edin. Axşam saatları yaradıcılıq üçün idealdır. Musiqi və ya sənətlə məşğul olmaq rahatladacaq. Daxili balansınızı qorumağa çalışın. Gün sakit və məhsuldar keçəcək. Əkizlər. Bugün ünsiyyət sizin əsas gücünüz olacaq. Yeni insanlar tanımaq üçün əlverişli gündür. İş həyatında görüşlər və yazışmalar arta bilər. Aldığınız məlumatları diqqətlə analiz edin. Maddi mövzuda gözlənilməz xərclər çıxa bilər. Büdcənizi nəzarətdə saxlayın. Sevgi həyatınızda qarışıqlıq mümkündür. Eyni anda iki mövzu arasında qala bilərsiniz. Açıq danışmaq problemləri azaldacaq. Subay əkizlər üçün flört dolu bir gün ola bilər. Ancaq ciddi qərar verməyə tələsməyin. Ailə üzvlərindən biri sizdən məsləhət istəyə bilər. Dəstəyiniz onlar üçün önəmli olacaq. Sağlamlıq baxımından sinir sistemi həssasdır. Dincəlməyə ehtiyacınız var, axşam saatları dostlarla söhbət üçün uyğundur. Günün sonunda özünüzü daha aydın hiss edəcəksiniz. Xərçəng. 18 yanvar xərçənglər üçün emosional gündür. Keçmiş xatirələr tez-tez ağlınıza gələ bilər. İş həyatında sakitlik üstünlük təşkil edəcək. Tək başına işləmək sizə daha rahat ola bilər. Maddi mövzuda ailə dəstəyi gündəmə gələ bilər. Evlə bağlı xərclər arta bilər. Sevgi həyatınızda dərin söhbətlər ön plandadır. Partnyorunuzla emosional bağ güclənəcək. Subay xərçənglər üçün gizli hisslər üzə çıxa bilər. Etiraflar sizi rahatladacaq. Ailə içində birlik və anlayış var. Ev mühiti sizə güvən verəcək. Sağlamlıq baxımından yuxu rejiminə diqqət edin. Dincəlməmək yorğunluq yarada bilər. Axşam saatları meditasiya üçün uyğundur. Duyğularınızı qəbul edin. Gün sizi daxili olaraq böyüdəcək. Şir. Bugün diqqət mərkəzində olmaq istəyi güclüdür. İş həyatında liderlik qabiliyyətiniz önə çıxacaq. Yeni layihələr üçün ideyalarınız çox olacaq. Ancaq hər fikri dərhal tətbiq etməyin. Maddi baxımdan gəlir artımı mümkündür. Lakin xərclərə nəzarət vacibdir. Sevgi həyatınızda ehtiraslı anlar yaşana bilər. Partnyorunuz sizdən daha çox diqqət gözləyir. Subay şirlər üçün cazibədar bir tanışlıq görünür. Özünüzə güvəniniz qarşı tərəfi təsirləndirəcək. Ailə içində sözünüz keçərli olacaq. Məsuliyyətlər arta bilər. Sağlamlıq baxımından ürək və bel bölgəsinə diqqət edin.
Axşam saatları əyləncə üçün idealdır. Dostlarla vaxt keçirmək enerjinizi artıracaq. Günün sonunda məmnunluq hissi yaşayacaqsınız. Qız 18 yanvar qızlar üçün detallara fokuslanma günüdür. İş həyatında diqqətiniz sayəsində səhvlərin qarşısını alacaqsınız. Planlı olmaq sizi irəli aparacaq. Maddi mövzuda qənaətcil davranış müsbət nəticə verəcək. Kiçik gəlir artımları mümkündür. Sevgi həyatınızda tənqidçi olmamağa çalışın. Partnyorunuzun hisslərini anlamaq vacibdir. Subay qızlar üçün sakit, amma dərin tanışlıq ola bilər. Tələsmədən münasibəti inkişaf etdirin. Ailə içində gündəlik mövzular ön plandadır. Ev işləri sizi biraz yoracaq. Sağlamlıq baxımından bağırsaq və qidalanmaya diqqət edin. Təmiz hava sizə yaxşı təsir edəcək. Axşam saatları kitab oxumaq üçün uyğundur. Düşüncələriniz aydınlaşacaq. Gün məhsuldar və sakit bitəcək. Tərəzi. Bugün balans tapmaq əsas mövzudur. İş və şəxsi həyat arasında seçim etmək lazım gələ bilər. İş yerində əməkdaşlıq ön plandadır. Komanda işi uğur gətirəcək. Maddi mövzuda gecikmiş ödənişlər gündəmə gələ bilər. Səbirli olun. Sevgi həyatınızda harmoniya axtarışındasınız. Partnyorunuzla romantik planlar qurula bilər. Subay tərəzilər üçün gözlənilməz tanışlıq mümkündür. Bu insan sizi düşündürəcək. Ailə içində xoş xəbərlər alına bilər. Evdə sevinc var. Sağlamlıq baxımından bel və böyrəklərə diqqət edin. Su balansını qoruyun. Axşam saatları estetik işlər üçün uyğundur. Özünüzü gözəlləşdirmək əhvalınızı yüksəldəcək. Gün müsbət notlarla bitəcək. Əqrəb 18 yanvar əqrəblər üçün güclü intuisiya günüdür. İnsanların niyyətini asanlıqla hiss edəcəksiniz. İş həyatında gizli mövzular açıla bilər. Sirləri düzgün idarə etmək vacibdir. Maddi baxımdan riskli qərarlardan uzaq durun. Gözləmə mövqeyi daha faydalıdır. Sevgi həyatınızda ehtiras yüksəkdir. Qısqanclıq hisslərinə nəzarət edin. Subay əqrəblər üçün cazibədar, amma sirli biri görünür. Duyğularınız dərinləşə bilər. Ailə içində köhnə problemlər həllini tapa bilər. Açıq danışmaq rahatladacaq. Sağlamlıq baxımından hormon balansına diqqət edin. Stressdən uzaq durmağa çalışın. Axşam saatları tək qalmaq üçün uyğundur. Daxili gücünüz artacaq. Gün sizi dəyişdirə bilər. Ox atan. Bugün hərəkətli və dinamik olacaq. Yeni planlar qurmaq üçün ideal gündür. İş həyatında təkliflər ala bilərsiniz. Xariclə bağlı mövzular ön plana çıxa bilər. Maddi baxımdan şans sizdən yanadır. Gözlənilməz qazanc mümkündür. Sevgi həyatınızda azadlıq ehtiyacı hiss edəcəksiniz. Partnyorunuzla bu mövzuda danışmaq vacibdir. Subay oxatanlar üçün səyahət zamanı tanışlıq mümkündür. Həyəcanlı başlanğıc ola bilər. Ailə içində şənlik və gülüş var, müsbət enerji sizi əhatə edir. Sağlamlıq baxımından ayaq və bud bölgəsinə diqqət edin. Aktivlik faydalıdır. Axşam saatları dostlarla görüş üçün idealdır. Gün enerjili və ümidverici bitəcək. Oğlaq 18 yanvar oğlaqlar üçün məsuliyyətli gündür. İş həyatında ciddi qərarlar gündəmə gələ bilər. Səbriniz və zəhmətiniz nəticə verəcək. Rəhbərlik tərəfindən təqdir edilə bilərsiniz. Maddi baxımdan sabitlik qorunur. Uzun müddətli planlar üçün yaxşı gündür. Sevgi həyatınızda məsafə hiss edilə bilər. Duyğularınızı ifadə etməkdən çəkinməyin. Subay oğlaqlar üçün iş mühitində tanışlıq mümkündür. Yavaş, amma etibarlı başlanğıc olacaq. Ailə içində məsuliyyətlər arta bilər. Sizin sözünüz önəmlidir. Sağlamlıq baxımından sümüklərə və dizlərə diqqət edin. Dincəlməyi unutmayın. Axşam saatları planlama üçün uyğundur. Gün ciddi, amma faydalı keçəcək.
Dolça. Bugün fərqli düşüncələr ön plandadır. Yeniliklərə açıq olacaqsınız. İş həyatında yaradıcı ideyalarınız diqqət çəkəcək. Texnologiya ilə bağlı mövzular uğurludur. Maddi baxımdan qəfil xərclər çıxa bilər. Ancaq panikaya düşməyin. Sevgi həyatınızda qeyri-adi anlar yaşana bilər. Partnyorunuz sizi təəccübləndirə bilər. Subay dolçalar üçün sosial şəbəkə vasitəsilə tanışlıq mümkündür. Maraqlı söhbətlər olacaq. Ailə içində azadlıq mövzusu müzakirə edilə bilər. Anlayışlı olun. Sağlamlıq baxımından sinir və qan dövranına diqqət edin. Açıq hava yaxşı təsir edəcək. Axşam saatları dostlarla fikir mübadiləsi üçün uyğundur. Gün fərqli və yadda qalan olacaq. Balıqlar. 18 yanvar balıqlar üçün həssas gündür. Duyğularınız güclənəcək. İş həyatında intuisiya ilə hərəkət etmək faydalıdır. Sakit mühitdə işləmək daha rahat olacaq. Maddi mövzuda gözlənilməz dəstək ala bilərsiniz. Kiçik bir sevinç sizi mutlu edəcək. Sevgi həyatınızda romantika ön plandadır. Partnyorunuzla duyğusal bağ güclənəcək. Subay balıqlar üçün xəyallardakı insanla qarşılaşma mümkündür. Ümidləriniz arta bilər. Ailə içində anlayış və şəfqət var, evdə sakitlik hökm sürür. Sağlamlıq baxımından ayaqlar və immun sisteminə diqqət edin. Dincəlmək vacibdir. Axşam saatları musiqi və xəyal qurmaq üçün idealdır. Gün sizi ruhən zənginləşdirəcək.